Həqiqət isə xoşbəxtlikdən bir mərhələ daha yuxarını verir, mahiyyəti verir. Mahiyyət böyüdür xoşbəxtlik, orman böyüdür qənd. Cəmiyyətdəki insanların 99%-i bu sirkin daxilindədir, mental olaraq, təfəkkür olaraq. Və belə insanları hərəkətə gətirən mühərrik, xoşbəxtlik və bədbəxtlik hissləridir. Yəni ki, hərəkətləri qənd və dəyənəkdən asılıdır. Ayı nə istəyir? Daha çox qənd alsın, daha az dəyənək yesin. Sam Harris məntiqi ilə götürsən, bədbəxtliyi minimallaşdırmaq, xoşbəxtliyi maksimallaşdırmaq. Yəni buna çalışır hamı. Buradan da hedonizm inancı doğur. Əgər həyatın mənası yoxdursa, onda həyatın hər anını həzzə çevirmək lazımdır. İmkan düşən kimi kef eləmək, daha çox ləzzət alım, daha çox əylənim, daha çox yeməklər yeyim, ölkələr gəzim, status qazanım, paltarlar geyinim, o kafedən bu kafeyə, bu restorandan o restorana. Azərbaycan özü bilmədən hedonizm fəlsəfəsini yaşayır.